7-ci fəsil. Gündəlik iş. Mən yeni əqli bacarıqlarımı təcrübədən keçirməkdən həzz alıram. Uşaqlar ilk dəfə yıxılanda yerilməkdən imtina etsələr, onlar heç vaxt yeriməyi öyrənə bilməzlər. Öyrəndiyiniz bütün yeniliklərin həyatınızın bir hissəsinə çevrilməsi üçün onları dəfələrlə təcrübədən keçirməlisiniz. Əvvəlcə bütün diqqəti bir yerə toplamalısınız. Bəzilərimiz bunu çətin iş hesab edirik. Mən isə bunu çətin iş yox, daha çox öyrənilməli olan bir yenilik kimi qəbul etməyi sevirəm. İstər maşın sürmək, istər kompüterdə yazmaq, istər tennis oynamaq, istərsə də pozitiv düşünmək olsun. Öyrənmə prosesi həmişə eynidir. Başlanğıcda şüuraltımız hər şeyi sınaqdan keçirdikcə biz qarışıqlıq və səhvlərlə rastlaşırıq. Lakin hər dəfə öyrəndiklərimizə geri qaydanda bunu etmək daha da asanlaşır və işin öhdəsindən daha yaxşı gəlirik. Əlbəttə, ilk gündən işin öhdəsindən əla gələ bilməzsiniz. Bu mərhələdə yalnız bacardığınızı edəcəksiniz. Bu da başlanğıc üçün kifayətdir. Özünüzə tez-tez deyin, mən əlimdən gələnin ən yaxşısını edirəm. Özünüzə həmişə dəstək olun. Mən ilk mühazirəmi çox yaxşı xatırlayıram. Mühazirə dediyim səhnədən enəndə dərhal öz-özümə dedim. Luiza, sən əla çıxış etdin. İlk dəfə üçün çox möhtəşəm idin. 5-6 belə çıxışdan sonra sən çox peşəkar olacaqsan. Bir neçə saatdan sonra isə düşündüm. Məncə biz bir neçə şeyi dəyişə bilərik. Gəl bunları düzəldək. Özümü istənilən şəkildə tənqid etməkdən imtina etdim. Əgər mən o səhnədən enəndən sonra özümü çıxışın çox dəhşətli idi, bu səhvləri etdin deyib danlasaydım, o zaman ikinci mühazirəmdən də qorxacaqdım. Mən ikinci dəfə daha yaxşı olacağını fikirləşdiyim üçün 6-cı dəfədə özümü artıq peşəkar kimi hiss edirdim. Həyatımızı idarə edən qanunlar. Bu kitabı yazmağa başlamazdan əvvəl özümə kompüter aldım. Mən onu möcüzəli xanım adlandırdım. Bu, öyrənmək üçün sevdiyim yeni bir iş idi. Başa düşdüm ki, kompüteri öyrənmək mənəviyyat qanunlarını öyrənməyə çox bənzəyir. Kompüterin qaydalarını öyrəndikcə o, mənim üçün həqiqətən də bir möcüzəyə çevrilirdi. Bu qaydalara riayət etmədikdə isə ya heç nə baş vermir, ya da o, istədiyim kimi işləmirdi. Bu zaman heç bir irəliləyiş olmurdu. İstədiyim qədər əsəbləşə bilərdim. Kompüter isə sadəcə mənim qaydaları öyrənməyimi səbirlə gözləyir. Yalnız bundan sonra mənə möcüzə göstərirdi. Bütün bunlara nail olmaq üçün xeyli məşq etmək lazım gəldi. Bu, sizin indi öyrəndiyiniz yeni işə də aiddir. Siz mənəviyyat qanunlarını öyrənməli və onlara hər xırdalığına qədər riayət etməlisiniz. Onları öz köhnə düşüncə tərzinizə uyğunlaşdıra bilməzsiniz. Yeni dili öyrənməli və onun qaydalarına əməl etməlisiniz. Bu zaman həyatınızda möcüzə baş verəcək. Biliyinizi möhkəmləndirin. Biliyinizi möhkəmləndirməyin nə qədər çox yolu olsa, bir o qədər yaxşıdır. Ona görə də aşağıdakıları təklif edirəm. Təşəkkür etmək. Motivasiya edici fikirləri yazmaq. Meditasiya ilə məşğul olmaq. Tapşırıqları zövq ala-ala yerinə yetirmək. Düzgün qidalanmaya başlamaq. Motivasiya edici fikirləri ucadan söyləmək. Motivasiya edici fikirləri mahnı kimi oxumaq. Dincəlmə çalışmasına vaxt ayırmaq. Vizuallaşdırmadan əqli təsvirlərdən istifadə etmək. Oxumaq və öyrənmək. Mənim gündəlik işim. Mənim gündəlik işim təxminən aşağıdakı kimidir. Yuxudan oyanıb gözlərimi açmazdan əvvəl ilk fikirlərim ağlıma gələn hər şeyə görə minnətdar olmaqdır. Duş qəbul edəndən sonra bir neçə meditasiya edir, motivasiya edici fikir və dualarımı səsləndirirəm. Daha sonra adətən trampolində yerinə yetirdiyim 15 dəqiqəlik çalışmanın ardınca bəzən səhər saat 6-da televiziyada yayımlanan aerobika proqramı əsasında məşq edirəm. Bütün bunlardan sonra meyvə şirəsi və bitki çayından ibarət səhər yeməyinə hazıram. Məni bu qidalarla təmin etdiyi üçün ana torpağa, məni bəslədiyi üçünsə bu nemətlərə minnətdarlığımı bildirirəm. Nahardan əvvəl güzgü qarşısına keçərək yüksək səslə ruhlandırıcı cümlələr deməyi çox sevirəm.
Bəzən isə aşağıdakıları mahnı kimi də oxuya bilirəm. Luiza, sən möhtəşəmsən və mən səni sevirəm. Bu gün sənin həyatında ən yaxşı günlərdən biridir. Hər şey sənin yaxşılığın üçün çalışır. Bilmək istədiklərin sənə agah olur. İstədiklərinə nail olursan. Hər şey gözəldir. Qəlyanaltıda adətən çoxlu salat yeyirəm. Bu nemətlərə görə də yenə şükür edirəm. Günortalar bir neçə dəqiqə öz maili lövhəmdə vaxt keçirir və bədənimin tam dincəlməsinə şərait yaradıram. Bu zaman maqnitofonda nəyəsə qulaq asa da bilərəm. Naharda buxarda bişmiş tərəvəzlər və dənli bitkilərlə qidalanıram. Bəzən balıq və ya toyuq əti də yeyirəm. Orqanizmin yüngül qidalarla bəsləndikdə çox yaxşı fəaliyyət göstərir. Başqaları ilə birlikdə nahar etməyi çox sevirəm. Bu zaman həm nemətlərə görə şükür edir, həm də bir-birimizə təşəkkürümüzü bildiririk. Bəzən axşamlar müəyyən qədər vaxtımı oxuyub öyrənməyə sərf edirəm. Öyrənmək üçün həmişə çox şeylər var. Bu zaman həm də öz hazırki motivasiya edici fikirlərimi 10 və ya 20 dəfə yaza bilərəm. Yatarkən bütün fikirlərimi toplayır, gün ərzində baş verənləri bir-bir xatırlayır və hər birinə görə təşəkkür edirəm. Özümü dərin yuxuya gedəcəyimə, səhər oyandıqda çox gümrah və yeni günə hazır hiss edəcəyimə inandırıram. Çox yorucu görünür, elə deyilmi? Bütün bunları edə bilmək əvvəlcə həddən artıq çox ağır görünə bilər. Lakin yeni düşüncə tərziniz qısa vaxtdan sonra çimmək və ya dişlərinizi fırçalamaq kimi həyatınızın bir hissəsinə çevriləcək. Siz bütün bunları avtomatik olaraq və asanlıqla edəcəksiniz. Ailə üçün bunların bir hissəsini birlikdə görmək çox gözəl olardı. Səhərlər günü birgə başlamaq, yaxud nahardan bir qədər əvvəl birlikdə meditasiya etmək, hər kəsə rahatlıq və harmoniya bəxş etmək. Əgər vaxtımızın olmadığını düşünürsünüzsə, o zaman yuxudan yarım saat əvvəl oyana bilərsiniz. Etdiyiniz cəhdlərin faydasını mütləq görəcəksiniz. Siz günə necə başlayırsınız? Səhər yuxudan durarkən dediyimiz ilk söz nədir? Hər birimizin demək olar ki, hər gün dediyi hansısa söz var. Bu pozitiv yoxsa negativ sözdür. Bir vaxtlar yuxudan oyananda ah çəkərək, aman Allah, daha bir gün dediyimi xatırlayıram. Günlərim elə bu ruhda bir-birinin ardınca pis hadisələr baş verməklə keçərdi. İndi isə yuxudan oyanıb gözlərimi açmazdan əvvəl gecə rahat yatdığım üçün çarpayıma təşəkkür edirəm. Axı biz bütün gecəni birlikdə rahat keçirmişik. Daha sonra gözlərim hələ də qapalı ikən təxminən 10 dəqiqə həyatımdakı bütün yaxşılıqlara görə şükr edirəm. Hər şeyin yaxşı olacağını və həzz alacağımı təsdiqləməklə günümü bir qədər proqramlaşdırmış oluram. Bütün bunları yataqdan durmamışdan meditasiya və dualarımı etməzdən əvvəl yerinə yetirirəm. Meditasiya. Hər gün özünüzə bir neçə dəqiqə ayıraraq meditasiya ilə məşğul olun. Əgər meditasiya etməyə yeni başlamışsınızsa, ilk günlər buna 5 dəqiqə ayırın. Sakitcə əyləşin, nəfəsinizə diqqət yetirin və fikirlərin beyninizdən aramla keçməsinə şərait yaradın. Onlara heç bir önəm verməsəniz, sakitcə keçib gedəcəklər. Düşünmək beynimizin təbii halıdır. Buna görə də fikirlərdən xilas olmağa çalışmayın. Meditasiyanın yollarını öyrənə bilmədiyiniz üçün çoxsaylı dərs proqramları və kitablar var. Necə və harada başlamağınızdan asılı olmayaraq sonda özünüz üçün ən yaxşı metodu tapacaqsınız. Mən adətə sakitcə oturub özümdən bunu soruşuram. Mən nəyi bilmək istəyirəm? Ardınca cavabın gəlməsini gözləyirəm. Cavab tapmıramsa bilirəm ki, o biraz sonra gələcək. Meditasiya etməyin doğru və yanlış yolu yoxdur. Meditasiya etməyin daha bir yolu sakit əyləşərək aldığınız və verdiyiniz nəfəsi müşahidə etməkdir. Nəfəs alarkən 1, verərkən isə 2 sayın. 10 rəqəminə çatanadək sayın. Daha sonra yenidən 1-dən başlayın. Əgər 25-ə qədər və ya daha çox saymısınızsa, onda yenidən 1-ə qayıdın. Çox ağıllı və dərrakəli olduğunu zənn etdiyim güclü yumor hissi olan bir pasiyentim var idi. Lakin o öz hərəkətlərini toparlaya bilmirdi. Həddən artıq kök olan o xanım karyerasında uğursuz olmaqla yanaşı,
həm də uzun müddət sevgisiz bir həyat sürmüşdü. O bütün metafizik anlayışları dərhal qəbul edir və bütün bunlar ona çox məntiqli görünürdü. Bir anın içində dərk etdiyi ideyaları müəyyən qədər vaxt sərf edərək yavaş-yavaş həyata keçirmək çox ağıllı olan və sürətlə düşünən bu qadın çətin gəlirdi. Gündəlik meditasiya üsulu ona çox kömək etdi. Biz gündə 5 dəqiqəlik meditasiya ilə başladıq və məşğulluq müddətini tədricən 15, bəzən də 20 dəqiqəyə çatdırdıq. Tapşırıq. Gündəlik təsdiqlədiyimiz fikirlər. 1-2 motivasiya edici fikri gündə 10 və ya 20 dəfə yazın. Onları həvəslə və yüksək səslə deyil. Onlardan bir mahnı düzəldib sevinclə oxuyun. Beyninizin gün ərzində həmin fikirlərlə məşğul olmasına imkan yaradın. Davamlı olaraq istifadə etdiyimiz ruhlandırıcı fikirlər artıq bizim inamlarımıza çevrilir və həmişə, hətta bəzən təsəvvür edə bilməyəcəyimiz formada reallaşır. Mənim inamlarımdan biri də budur ki, həmişə ev sahibimlə yaxşı münasibətim olmalıdır. New York City'dəki sonuncu ev sahibim çox çətin, ağır xasiyyətli bir insan kimi tanınırdı və bütün kirayənişinlər ondan şikayət edirdilər. Orada yaşadığım 5 il ərzində onu yalnız 3 dəfə görmüşdüm. Mən Kaliforniyaya köçməyə qərar verəndə bütün əşyalarımı satmaq və keçmişdən azad yeni bir həyata başlamaq istəyirdim. Beləliklə özümdə aşağıdakı kimi ruhlandırıcı fikirlər yaratmağa başladım. Mənim bütün əşyalarım asanlıqla və tez bir zamanda satılır. Köçmək çox asandır. Hər şey Allahın buyurduğu ardıcıllıqla baş verir. Hər şey gözəldir. Mən əşyaları satmağın çətinliyini, son bir neçə gecəni harada qalacağımı və digər mənfi şeylər haqqında düşünmədim. Sadəcə öz motivasiya edici fikirlərimi səsləndirdim. Beləcə, pasiyentlərin və tələbələrin bütün xırda əşyalarımı və kitablarımın əksəriyyətini tez bir zamanda aldılar. Mən ev sahibinə məktub yazaraq icarə müqaviləsini yeniləməyəcəyimi dedim. Çox təəccüblü idi ki, o mənə zəng vuraraq getdiyimə görə məyus olduğunu bildirdi. O, Kaliforniyadakı yeni ev sahibimə mənimlə bağlı tövsiyə məktubu yazmağı təklif etdi və bildirdi ki, evini artıq mebellə tam təchiz olunmuş şəkildə kiraya vermək istədiyi üçün mənim mebellərimi almaq fikrindədir. Ali şuurum iki inamını heç güman edə bilməyəcəyim tərzdə birləşdirmişdi. Mənim ev sahibi ilə həmişə yaxşı münasibətim olub, hər şey asanlıqla və tez bir zamanda satılacaq. Son anadək mebellə təchiz olunmuş rahat mənzildə öz çarpayımda yatdığımı və buna görə hətta mənə pul ödədiyini biləndə digər kirayənişinlər çox heyrətlənmişdilər. Oradan bir neçə paltarım, şirə çəkən maşın, blender, saç feni, yazı makinam, üstəlik böyük məbləğli bir çeklə çıxıb rahat şəkildə Los Ancelesə gedən qatara mindim. Məhdudiyyətlərə inanmayın. Kaliforniyaya çatanda mütləq maşın almalı idim. Əvvəllər maşın almadığım və böyük məbləğdə alış-veriş etmədiyim üçün kredit açdırmamışdım. Banklar mənə kredit verməyəcəkdilər. Mənim qadın olmağım və şəxsi biznesimlə məşğul olmağım da kredit almağıma kömək etməyəcəkdi. Qənaət edib yığdığım nəqd pulun hamısına maşın almaq istəmirdim. Kredit məsələsi paradoksal şəkil almışdı. Mən yaranmış vəziyyət və banklar haqda mənfi fikirlərdən imtina etdim. Maşın kiraya götürərək belə deməyə başladım. Mənim çox gözəl maşınım var. Onu asanlıqla əldə etmişəm. Həmçinin tanıdığım hər kəsə maşın almaq istədiyimi, lakin kredit xətti açdıra bilmədiyimi söyləyirdim. Təxminən 3 aydan sonra iş adamı olan bir xanımla tanış oldum və o məni dərhal bəyəndi. Mən ona maşınla bağlı hekayəmi danışanda dedim, narahat olmayın, mən bu işi həll edərəm. Həmin xanım bankda işləyən bir dostuna zəng vuraraq məni özünün köhnə dostu kimi təqdim etdi və çox təriflədi. 3 gündən sonra isə çox gözəl və təzə maşınımla avtosalondan çıxdım. Mən prosesin məsuliyyətini düşündüyüm üçün çox böyük sevinç və həyəcan keçirmədim. Maşını 3 aydan sonra almağımın səbəbi əvvəllər üzərimə heç vaxt aylıq ödənişlər tələb edən öhdəliklər götürməməyim idi. İçimdəki balaca uşaq çox qorxurdu və bu addımı atmağa cəsarət toplamaq üçün vaxt lazım idi. Tapşırıq. Mən özümü sevirəm.
Güman edirəm ki, siz artıq dayanmadan mən özümü bəyənirəm deyirsiniz. Bu çox güclü bir təməldir. Bunu azı bir ay edin. İndi isə bir vərəq götürün və onun ən yuxarısında yazın. Mən özümü sevirəm. Buna görə də və bu cümləni bacardığınız qədər çox variantda tamamlayın. Onu hər gün dəfələrlə oxuyun və ağlınıza gələn yeni fikirlərinizi də əlavə edin. Əgər başqa biri ilə işləyə bilmək imkanınız varsa, bunu edin. Bir-birinizin əlindən tutun və növbə ilə deyin. Mən özümü sevirəm. Ona görə də bu tapşırığı icra etməyin ən böyük faydası odur ki, sevdiyinizi deyərkən özünüzü alçaltmağın mümkün olmadığını öyrənəcəksiniz. Tapşırıq, yenilik tələb edin. Özünüzü görmək istədiyiniz kimi təsvir edib xəyalınızda yaradın. Bütün hisslərinizlə yaratdığınız yeni vəziyyətinizi hiss edin. Digər insanların sizin yeni vəziyyətə olan reaksiyasına fikir verin. Onların reaksiyasından asılı olmayaraq öz işinizdə əlinizdən gələni edin. Tapşırıq, biliyinizi genişləndirin. Beyninizin necə işləməsi haqda bilik və təsəvvürünüzü genişləndirmək üçün bacardığınız qədər çox oxuyun. Sizin üçün önəmli çox şey var. Bu kitab həmin istiqamətdə sizin üçün sadəcə bir addımdır. Digərlərinin fikirlərini də öyrənin. Başqalarının fərqli düşüncələrini dinləyin. Özünüzü daha yüksəkdə hiss edənədək bir müddət qrupla işləyin. Bu, bütün həyatınız boyu davam edəcək bir işdir. Çox öyrəndikcə çox biləcək, çox işləyib tətbiq etdikcə özünüzü daha yaxşı hiss edəcək və həyatınız daha möhtəşəm olacaq. Bu yolla özünüzü yaxşı hiss edəcəksiniz. Nəticələri nümayiş etdirməyə başlayın. Bu metodlarla bacardığınız qədər çox məşq etməklə artıq işinizin nəticələrini nümayiş etdirməyə başlayacaqsınız. Həyatınızda kiçik möcüzələrin baş verdiyini görəcəksiniz. Aradan qaldırmaq istədiyiniz şeylər özləri sizdən uzaqlaşmağa başlayacaq. İstədiyiniz şeylər və hadisələr həyatınızda birdən-birə çiçəklənəcək. Heç təsəvvür etmədiyiniz mükafat və üstünlüklər qazanacaqsınız. Mən bir neçə ay zehni tapşırıqları icra edəndən sonra necə gənc görünməyə başladığıma çox təəccüblənmişdim. Bugün 10 il əvvəlkindən daha gənc görünürəm. Kimliyinizi, peşənizi və gördüyünüz işləri sevin. Özünüzə və həyata güldükcə sizə heç nə toxuna bilməz. Bütün bunlar onsuz da müvəqqətidir. Növbəti həyatınızda bunları onsuz da fərqli edəcəksiniz. Bəs niyə elə indi hər şeyi fərqli etməyəsiniz? Siz Norman Cousins'in kitablarından birini oxuya bilərsiniz. O, özünü öldürücü xəstəlikdən gülməklə müalicələmişdi. Təəssüf ki, həmin xəstəliyə səbəb olan fikirlərini dəyişməmiş, buna görə də yeni bir xəstəliyə tutulmuşdu. Lakin bu dəfə o, müalicə üçün gülmək metodundan istifadə etmişdi. Sağalma prosesini başlamaq üçün çox vasitələr var. Onların hamısını sınaqdan keçirin və sonra sizə ən uyğun olanları seçin. Gecə yatarkən gözlərinizi yumub həyatınızda bütün yaxşılıqlara görə şükr edin. Bu sizə daha çox yaxşılıqlar gətirəcək. Xahiş edirəm, günün sonunda ən son gördüyünüz iş radioda xəbərlərə qulaq asmaq, yaxud televiziyada onlara baxmaq olmasın. Xəbərlər, fəlakətlər siyasıdır və onları yuxuda görmək istəməzsiniz. Bir çox təmizlənmə prosesləri məhz yuxuda baş verir. Unutmaq istədiklərinizlə bağlı öz yuxularınızdan kömək istəyə bilərsiniz. Axtardığınız sualların cavabını səhər yuxudan oyanarkən tapacaqsınız. Yatmağa sakit vəziyyətdə gedin. Həyat prosesinin sizin tərəfinizdə olduğuna inanın. Sizə yaxşılıq və sevinc bəxş edəcək hər şeyin qayğısına qalın. Gördüyünüz işi ağır, üzücü bir prosesə çevirməyə heç bir ehtiyac yoxdur. Bunu əyləncə, oyun, şən bir proses kimi təşkil edə bilərsiniz. Bütün bunlar özünüzdən asılıdır. Hətta istəsəniz, bağışlamağa və kindən azad olmağa da əyləncəli şəkildə nail ola bilərsiniz. Asanlıqla yaxa qurtara bilmədiyiniz vəziyyət və ya şəxslə bağlı kiçik bir mahnı hazırlayın. Mahnını oxuduqca bütün prosesin necə işıqlandığını görəcəksiniz. Mən xəstələrimlə fərdi məşğul olduqda gülüşü bacardığım qədər tez bir zamanda prosedura əlavə edirəm.
Bütün baş verənlərə nə qədər tez gülə biliriksə, onlardan azad olmaq bir o qədər asanlaşır. Əgər siz öz problemlərinizi Neil Simonun əsəri kimi səhnədə seyr etmiş olsaydınız, oturduğunuz yerdə özünüzə gülərdiniz. Faciə və komediyaya eynidir. Bu, sizin nöqteyi nəzərinizdən asılıdır. Biz insanlar necə də axmaq oluruq. Həyatınızla bağlı dəyişiklikləri sevinc və əyləncə dolu prosesə çevirmək üçün əlinizdən gələni edin. Əylənin. Yaşadığım bu sonsuz həyatda hər şey əla, tamamlanmış və mükəmməldir. Mən həyatı, həyat isə məni dəstəkləyir. Ətrafımda və həyatımın hər sahəsində qanunların işlədiyinin şahidi oluram. Mən sevinclə öyrəndiklərimi gücləndirirəm. Mənim günüm minnətdarlıq və sevinclə başlayır. Günün macəralarını həvəslə gözləyirəm. Çünki bilirəm ki, həyatımda hər şey gözəldir. Mən öz şəxsiyyətimi və gördüyüm bütün işləri sevirəm. Mən həyatın yaşayan, sevən və sevinc dolu ifadəsiyəm. Mənim dünyamda hər şey gözəldir.